Bir daha sizi salamlayıram, hər birinizi. Sağ olun ki, Azərbaycan nəşriyyatında redaksiyalara yaradılmış belə deyək, problem aradan qaldırılma istiqamətindədir. Bu günləri nəzərdə tutulmuş bizim burada toplantımız, yəni bu etiraz aksiyası deyil, bu sadəcə olaraq nəşriyyatda çıxarılan redaksiyaların alternativ yerlə təmin olunması mənasını daşıyır. Bizim də xahişimiz aidiyyəti qurumlardan bundan ibarətdir. Ona görə də bu gün də, yəni ötən dəfəki iclasdan sonra bir sıra müzakirələrimiz oldu. Rəşad müəllim sağ olsun Mətbuat Şurasının sədri və prezident administrasiyası ilə və administrasiyanın müvafiq qurumları ilə danışıqlardadır. İndinin özündə də mənə zəng elədi və az əvvəl. Mən ona görə toplantıya daha çox jurnalistlərin yığışmasını mən açıq istəmədim. Yəni yoldaşlara da dedim, özləri də bilirlər. Ona görə belə qərara alındı ki və Rəşad müəllim də bildirdi ki və nümayəndəsi də, mavini də burada İlqar müəllim sağ olsun o da əziyyət çəkib gəlibdi. Yəni bizim dərdimizə bir çarə tapılması üçün onlar da çıxış yolunu axtarırlar və söz verildi ki, yaxın günlərdə, yəni ən azı bu həftənin sonuna qədər bu problem həllini tapacaq. Problemi də artıq bilirsiniz ki, nədən ibarətdir? Problem ondan ibarətdir ki, bizim üç xahişimiz var, yəni şərtimiz yox, xahişimiz var. O da ondan ibarətdir ki, buradan çıxarılan redaksiyaları, hansı ki uzun illər nəşriyyatda yerləşiblər, burada icara haqqı ödəyiblər, onların birdən-birə çıxarılması çox ədalətsiz bir hal olardı. Ona görə onlara birinci növbədə alternativ yer təklif olunmalıdır və təmin olunmalıdır. İkinci, Azərbaycan nəşriyyatındakı əsaslı təmirdən sonra həmin redaksiyaların bura qayıdışına şərait yaradılmalı və təminat verilməlidir. Və eyni zamanda alternativ yer indi təklifi, hansı ki çox yerdə, bilirsiniz ki BMM-də var, digər sahələrdə var. Vaxtilə Lider TV-nin yerləşdiyi bina kimi tanınan az kontraktın binasında yerlər var, digər sahələrdə də var. Yəni müvəqqəti bizə redaksiyalara şərait yaradılmalıdır ki, orada yerləşək və qiymət də ən azı bizim bugünkü medianın cibinə uyğun olsun. Hansı ki dövlət büdcəsində maliyyələşən redaksiyalar var ki, onlar özlərinə yer tapdılar, dərhal getdilər, yerləşdilər. İndi qalıb da ortada bu biraz belə deyək, kasıb-kusub redaksiyalar və hansı ki onlara da arxa durmaq lazımdır. Çünki bu jurnalistikadır. Jurnalistika bir ailədir. Biz burada bir ailəyik, hamı ilə bir yerdəyik. Əgər dərdimiz birdirsə, sevincimiz birdirsə, gəlin bir-birimizə də dayaq olaq. Ona görə çox sağ olun, təşəkkür edirəm ki, belə bir anlaşılıqlı bir vəziyyət yarandı və problemin də tezliyi ilə həllinə inanıram ki, kömək olunacaq. Onu da bildirim ki, yəni buradakı redaksiyaları, yəni izləyicilər də bilsin, nəşriyyatdan köçmək üçün əşyalarını, redaksiya avadanlığını aparmağa yerləri yoxdur. Jurnalistlərin bir çoxu kirayədə qalırlar. Onlar kiraya qaldıqları evlərə bu avadanlığı necə aparsınlar? Orada internet lazımdır, iş şəraiti lazımdır, normal şərait olmalıdır. Ona görə də bu şəraitin yaradılmasına aidiyyəti qurumlardan bir daha biz xahiş edirik. İstəklərimiz və qarşılaşdığımız problemlə bağlı ətraflı deyildi. Bir daha təkrar İlqar Salmanov, Yeni Xəbər.org saytının və Xəbərmən TV YouTube kanalının rəhbəri. Problemlərimiz və istəklərimizlə bağlı deyildi. Təkrarçılığa yol vermək istəmirəm. Sadəcə qarşılaşdığımız problemlə bağlı bir şey əlavə eləmək istəyirəm ki, biz yeganə ümid yerimiz dövlət, konkret olaraq dövlət başçısı cənab prezidentdir və bununla əlaqədar biz cənab prezidentə rəsmi müraciət ünvanlamışıq. Bu müraciətimiz sosial şəbəkədə də, mediada da tirajlanıb. Ümid edirik ki, yaxın gündə müraciətimizə müsbət bir cavab alacağıq. Amma burada maraqlı bir məqam var ki, təbii ki, dövlət başçısı bu günləri Azərbaycan nəşriyyatında 10-15 belə deyək də küçüyə atılmaq üzrə olan redaksiyalarına maraqlanmalı deyil. Bundan ötürü dövlətin aidiyyatı məmurları var. Cənab prezidentin etimad göstərdiyi məmurlar var. Medianı kurasiya eləyən məmurlar var. Onlar bizlə maraqlanmalılar, bizim problemlə maraqlanmalılar. Və çox təəssüf ki, bir təzad, yumuşaq desək bir təzad müşahidə olunur. Elə bir ki, hansısa bir əl, elə bir hansısa bir kimsə prezidentlə media arasında qəsdən bir nəsə bir narazılıq yaratmaq istəyir. Nəsə elə bir etiraz dalğası formalaşdırmaq istəyir. Kimsə, kimlərsə. Bu anlaşılan, bu konkret olaraq mediaya mənsub olan şəxslərdir. Bugün Azərbaycan mediasını kim kurasiya eləyir? Dövlət başçısı kimə etimad göstərib? Bunlar etimadını doğrultmurlar. Konkret olaraq elə bu bir faktdır. Mən ümid edirəm ki, cənab prezidentə səsimiz çatacaq və yaxın vaxtda səsimizə bir müsbət bir reaksiya olacaq, müsbət bir cavab olacaq və cənab prezident bizim problemimizi diqqət mərkəzində saxlayacaq və uyğun addımlar atılacaq.
Mən buna ümid edirəm. Yeganə ümidimiz cənab prezidentdir. Digər məmurlar belə göründü ki, bunu ya bilərəkdən ya da bilməyərəkdən. Daha çox bilərəkdən görünür ki, istəmirlər. İlqar bəy, aylıq nə qədər kirayə verirdiniz bir otağa? Ha, yeri gəlmişkən deyim ki, burada misal üçün biz 30 ilə yaxındır fəaliyyət göstəririk. Amma elə həmkarlarımız var ki, 30 ildən artıqdır burada fəaliyyət göstərir və 100 minlərlə ölçülən indiyə qədər mən cəmi nəzərdə tuturam. 100 minlərlə ölçülən biz icara haqqı ödəmişik bura. Axı bu ədalətli deyil, axı bu qəbul olunan deyil. Bu nə dərəcə ədalətli ki, günün birinci günündə də deyəsiniz ki, yox, nəşriyyatın qapısına qıfıl vurulub, çıxın, gedin özünüzə bir yer tapın. Aylıq nə qədərdir İlqar bəy? Aylıq biz təxminən 5 manat 30 qəpik kvadrat idi də belə deyil. Başqa yerdə maraqlanmısınız? Başqa yerlə maraqlanmışıq, 2 qat 12-15 manatdır. Bu da təbii ki, bugünkü Azərbaycan mediasının büdcəsinə uyğun deyil. Ya ümid edirik ki, cənab prezident bizim səsimizi eşidəcək, təkrar edirəm və səsimizə səs verəcək. Yeganə ümidimiz dövlət başçısına. Şəxsən bizim nümunəmizdə 33 ildir Təzadlar qəzeti redaksiyası burada yerləşir və indiyə qədər demək olar 200 min manata yaxın biz icara haqqı ödəmişik. Burada 80 kvadrata biz ödəyirdik indi sonuncu ayda 400 manat. İndi 20 kvadrat, 40 kvadrat başqa bir yer bizə təklif olunub, başqa bura yaxın bir yerdə. Orada isə biz ödəyirik 520 manat. Təxminən 3 dəfədən artıq. Biz onu necə ödəyək? Dövlətdən yardım almırıq. Yəni bizim kimi digərləri də. Hələ bizim biraz təcrübəmiz böyükdür, əhatəmiz bəlkə də biraz böyük. Bəs yerdə qalan bu müstəqil mətbuat yaşamalıdır. Bunları yaşatmaq lazımdır. Bunlar özləri yaşamamalıdır. Məmurlar, o bəzi məmurlar İlqar bəy düz deyir. Onlar elə bil ki, sanki süni bir problemi istəyirlər ki, qaynağı biraz daha dərinə getsin. Bu müstəqil medianı yaşatmaq lazımdır. Onlar onsuz da bir təhər yaşayacaq. Amma yaşatmaq lazımdır ki, onlar da dövlətimizə xidmət edirlər. Azərbaycan həqiqətlərini dünyaya yayırlar. Sizin kimi, bizim kimi və hamı belə. Təşəkkür bir daha. Çox sağ olun, hörmətli media nümayəndələri. Bizə dəstək olduğunuza görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Və ötən dəfə bilindi ki, Şirin Cəfər, Gündəm Xəbər redaksiyasının baş redaktoru və təsisi. Deməli, ötən dəfə biz toplantı keçdik. O toplantıdan sonra bizimlə belə deyək də, elçi göndərdilər, danışıqlar getdi. Rəşad Məzid bizimlə söhbət apardı ki, yəni deyilmiş ki, yaxşı olacaq, belə olacaq. Amma bugünə qədər heç bir xəbər olmadı. Biz ondan sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə rəsmi bir müraciətlə ünvanladıq. Amma reaksiya verən yoxdur, sayan yoxdur, saymırlar, reaksiya vermirlər. Hələ orada adamlar var ki, yəni o vaxtı Əli Həsənovun o rəhbərlik etdiyi sektor tamamilə oradan getdi, amma orada əsas adamlardan biri qaldı. Əli Həsənovun muavini var idi. Onunla əsas bütün işləri, yəni dövlət məmurlarına söydürən, zəng vurub bir-bir söydürən, aranı qarışdıran, hamısını edən Vüqar Əliyev adlı bir məmur var. Onu hansı sehirli əl onu saxladı, bizim üçün də çox müəmmalıdır, çox maraqlıdır. Hətta bizə mesaj göndərir ki, biz bugün bura normal, sivil qaydada tədbir keçirmək planlaşdırmışıq və informasiya yayılıbdır. O bildirir ki, nədir? Təzyiq metodu seçiblər. Təsəvvür edirsiniz bu nə deməkdir? Ara qızışdırmaq deməkdir. Yəni ki, biz aranı qızışdırsın, burada kimsə nəsə bir artıq söhbət eləsin, polis işə müdaxilə eləsin. Amma o başıboş bilmir ki, polis sənin qədər ağılsız deyil. Bax, görürsünüz nə, hansı məsafədən dururlar, müşahidə edirlər. Sadəcə müşahidə edirlər. Yəni, asayişimizi qoruyurlar. Amma Vüqar Əliyev təxribat törədir, bizi qızışdırır, bizi istəyir ki, biz daha kəskin, daha sərt gedək. Bax, buna da biz yol verməyəcəyik. Konstitusiya qanunları nəyə imkan verirsə, biz ondan istifadə edəcəyik. Amma biz haqqımız tələb edirik, haqqımız yerinə yetirilməyəncə biz dayanmayacağıq. İndi bizə də başqa yerdən də xəbər gəlibdir, məlumat verilib ki, indi biz yenə nəsə var, amma yenə də inanmırıq. İnanmırıq ki, nəsə olar, amma sonda hesab etmirəm ki, bunlar bizə nəsə yaxşılıq eləyərlər. Baxıram ki, elə məmurlardan burada əhatəyə alınıb ki, məsələn, oradan Ramin Quluzayda çıxıb bir kəlmə söz demir. Hansı ki, bu nəşriyyat onun rəhbərlik etdiyi təşkilatın balansındadır. Çıxıb bir kəlmə söz demir. Axı, sənin təşkilatın baxır bura. İşlər İdarəsi baxır bura. Bir söz denən,
Bir çıx bir nəsə bir elə. Əlində o burada bina var, arxada boş bina var. Deyən ay qardaş, oranı verin ora. Sən nədir? Alveri biznesi mənəviyyatdan üstün tutursan, biz mənəviyyatdır. Biz ölkənin aynasıyıq, güzgüsüyük. Sən niyə istəyirsən ki, biz harasa səsimiz eşidilsin? Gəl yer ver, oturaq yerimizdən, işimizlə məşğul olaq da. Çox sağ olun, təşəkkür edirəm. Çok sağ olun dostlar, minnetler. Sağ olun, Allah köməyiniz olsun, Allah sizə var eləsin.